32 dəqiqəlik səsin 12 dəqiqə əvvəlində Quzey Azərbaycanla Güney Azərbaycanın siyasi qruplarının qarşılaşması haqda danışılır və bu fikirdən müdafiə olur ki, Güney Azərbaycan tərəfindən Azərbaycan dövlətinə yönəlik yalnız Azərbaycan iqtidarının yanında durmaq lazımdır və Güneyli siyasilər tərəfindən Azərbaycan dövlətinin iç işlərinə müdaxilə eləməməyimizi tövsiyə edirlər. Amma həmin Əslan bəy İsabeyli analizlərində Azərbaycanın iç məsələlərində, yəni müxalifət və iqtidar əlaqələri məsələsində direkt Azərbaycanın iç məsələlərinə toxunur və Azərbaycan müxalifətini düşməncə davranmada və hətta Azərbaycanda olan müxalifəti başqa dövlətlərin sirri kəşfiyyatının orqanlarına bağlı və ya onların adamına çevrilmiş kimi tanıtdırır. Yəni dərin bir çəlişki, yəni dərin bir qüsur. Bəzən bizim müxalifəti, bizim Azərbaycan dövlətinin müxalifətçiləri müxalifətçilik prinsiplərini ayaq altına qoyub düşmənçilik mövqeyi ilə məsələyə yanaşırlar və keçirlər söyüşə, belə deyək, ailə problemlərinə. Yəni bu artıq başqa dövlətlərin kəşfiyyatının ya təsiri altında bu addımlar atılır, ya da istər-istəməz o dövlətlərin kəşfiyyatının əlinə düşmüş olurlar. Əgərsə biz Güneydən Azərbaycan Cumhuriyyətinin iç işlərinə müdaxilə etmiriksə, nə müxalifət cibhəsində və nə də iqtidar cibhəsində olmamalısan. Nə üçün olmamamızın səbəbi bir siyasi düşünürə çox aydındır. Bizim mənfəət və marağımızın mərkəzi nöqtəsi Təbrizdən siyasət dünyasına baxmaqdır. Güney Azərbaycanın mənfəətləri pəncərəsindən dünyaya baxmaqdır. Hətta Azərbaycana və Türkiyəyə belə. Çün biz Güney Azərbaycanda yaşayan xalqın milli maraq və mənfəətləri çərçivəsində hərəkət etməliyik, başqa dövlətin deyil. Bunu siyasət bilimi bizə öyrədir. Siyasət bilimi deyir ki, bir siyasi birim oluşmaq üzrədirsə və ya siyasi bir birim müəyyən siyasi bir coğrafiyada oluşmaqda və ya oluşubdursa, o siyasi birim o siyasi coğrafiyanın mənfəəti və maraq əsasında hərəkət etməlidir. Güney Azərbaycanda gedən siyasi hərəkətin milli marağının mərkəzi Güney Azərbaycandır və dünyaya baxış pəncərəsi Təbriz mənafiindən keçir. İstəsəzsə bunu yaxşıca başa düşmək üçün bir örnək verirəm. Türkiyə və Azərbaycan dövlətləri bizim qardaş dövlətlərimizdir. Amma həm Türkiyə və həm Azərbaycanın dövlət pəncərəsindən, yəni Bakı pəncərəsindən və Ankara pəncərəsindən milli mənfəət qorunma əsasında siyasət aparılır. O dövlətlərin mənafiə icabatı İran dövləti ilə fərqli alanlarda işbirliyindədirlər. Bəzən qarşı-qarşıya gəlirlər, amma ümumiyyətdə uyumsal bir əlaqədə və ilişkidədirlər. Amma Güney Azərbaycanın və Türk xalqının İran rejiminə qarşı barışılmaz və antagonistik bir əlaqə və ilişki içindədir. Yəni otunan su kimi, gününən gecə kimi. Yəni əgər otunan su barışırsa və ya əgər gün üzünən gecə barışırsa, onda Azərbaycanımızda yaşayan xalq da İran rejimi ilə barışıq bir duruma gələ bilir. Yəni Ankara pəncərəsindən və Bakı pəncərəsi ilə İran rejimi ilə əlaqə və ilişkidə olmaq olar. Amma Güney Azərbaycan pəncərəsindən, yəni Təbriz pəncərəsindən İran rejimi ilə yalnız barışılmaz bir mövqedə durmamız qaçınılmazdır. İndi bura gəldiyimizdə görürük ki, Ankaranın, Bakının və Təbrizin pəncərələri İran rejiminə qarşı fərqli mövqe sərgiləyir.
Biz əcəba Bakı pəncərəsindənmi, Ankara pəncərəsindənmi, yoxsa Təbriz pəncərəsindən İran rejimi ilə qarşılaşmalıyıq? Elə dəqiqən bura gəldiyimizdə milli maraq və milli mənfəətlərimizin icabatı özümüzə aid, özəl olaraq Güney Azərbaycan pəncərəsindən və Türk xalqının milli maraqları pəncərəsindən baxdığımızda həm Azərbaycanla və həm Türkiyə ilə İran rejimi qarşısında bir fərqli mövqedə dururuq. Və dəqiqən elə buna görə də Güney Azərbaycanın siyasi mövqeyi Bakıdan və Ankaradan ayrı və özünə müstəqil bir mövqe olmalıdır. Biraz da baxın, Ərəb dünyasında 22 ölkə vardır. Hamısı da ərəbdilər. Hamısı da bir-birindən qardaşdırlar. Baxın, hüzünlü Filistinin tarixinə və ərəb dövlətlərinə ki, dünyanın enerji qaynaqlarını təmin edirlər. Amma hala da Filistin dövlətsiz bir durumda yaşamaqdadır. Dediyim kimi, necə ki Aslan bəy İsa bəyli dediyi sözlərə rəğmən Azərbaycanın iç məsələsinə, yəni müxalifət iqtidar məsələsinə qatışır və Azərbaycan müxalifətinin başqa dövlətlərin sirri orqanlarının adamları kimi tanıtdırır. Güney Azərbaycanın siyasi qrupları və şəxsləri tərəfindən də belə bir mövqelər Azərbaycan Cumhuriyyətinə qarşı sərgilənir. Bəzi şəxsiyyətlər də İsa bəyliyə rəğmən Azərbaycan iqtidarı ilə bir müxalif mövqe sərgiləyirlər. Məsəla, Camoh təşkilatının lideri və Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatının lideri Əjdər bəy Təğizadə də onların son intervyularında gördüyüm kimi eyni mövzeni və eyni mövqeni Azərbaycan iqtidarına qarşı sərgiləməkdədirlər. Güneyin bəzi aktivistləri və ya təşkilatları Kuzeyin bayrağını daşıyırlar. Ki, güya o bayraq Güneyin də bayrağı imiş kimi davranırlar. Yəni, Kuzeyin dövlətin Güneyin dövləti kimi qələmə verirlər və siyasətdə özlərini də elə aparırlar. Yəni, həm Kuzeylidirlər, həm Güneylidirlər. Bu bölümün çoxunun hətta Azərbaycan Cumhuriyyətinə vətəndaş olmamaları belə onların Azərbaycan Cumhuriyyətinin vətəndaşı kimi özlərini aparmasına mane olmur. Sözlərimi toplasam isə həm Aslan bəy İsa bəyliyə və həm də o adın çəkdiyim təşkilatlar və onların liderlərinə deməliyəm ki, Güney Azərbaycanın və orada yaşayan xalqın milli maraq və mənfəətlərinin icabatı Təbriz pəncərəsindən dünyaya baxmaqdır. Bakı və ya Ankara deyil. Bu baxış anlayışına varırsaq, Güney Azərbaycanda siyasilərin, təşkilatların və aktivistlərin bir-birinə yaxınlaşmada bir addım hesab ola bilir. Amma gerçəklərdən qaça bilmərik ki, həm adın çəkdiyim təşkilatlar və həm də aktivistlərimiz o cümlədən Aslan bəy İsa bəyli hələ də Azərbaycan dövlətinin iç işlərinə qarışmama göbəyini kəsməmişlər. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.